Vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Bu günlərin Binə qəsəbəsində belə bir dənə şəxsi evin çəkilişinə gəlmişik. Dəyərli dostlar, baxın, belə bir evdir. Baxın, həyətinə maşın tam rahatçılıqla daxil olur. Bağız adı burada varıdır. Həyətin şambosu qazılıbdır, suyu var. İşıq da ev sahibi tərəfindən qoyulacaq. Belə bir dənə 3 otaqlı, qismən təmirli bir dənə evdir. Bax, sıvağı zadı vurulubdur, otaqların sıvağı vurulubdur. Qəşəng bir dənə, geniş bir evdir. Geniş olmağına genişdir. Amma təmirə ehtiyacısı var. Dəyərli dostlar, bu da evimizin qonaq otağıdır, amma genişdir. Göstərirəm ki, özünüz görəsiniz. Dostlar, bu evimizin qiyməti ev sahibi tərəfindən 30 minə deyilir. İşıq sayğacını da qoyacaq inşallah, Allah deyən olsun. Ünvanımız Binə qəsəbəsi. Şəxsi özünə tikilmiş bir evdir. Atmalarına qədər baxa bilərsiniz. Hamısı qanuni yerində sıvaq vurulubdur. Dəyərli dostlar, 30 minə, Binə 190 marşrutun tam yolun üstündə.